Bugün Cəlilabad Texniki Peşə Məktəbində açıq qapı çərçivəsində rəngarəng və maraqlı şənlik proqramı təşkil olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər, peşə təhsili alan tələbələr, eləcə də Cəlilabad, Masallı və Lənkəran şəhərlərindən gələn qonaqlar iştirak ediblər. Şənlikdə əsas diqqət çiyələkdən hazırlanmış müxtəlif əl işləri və dekorativ nümunələrə yönəlib. Tələbələrin böyük həvəslə hazırladıkları çiyələk fiqurları, bəzək kompozisiyaları və yaradıcı əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgilənən nümunələr öz estetik görünüşü, rəngarəngliyi və hazırlanma texnikası ilə diqqət çəkərək qonaqlarda xoş təəssürat yaradıb. Qonaqlar sərgi güşələrinə baxış keçirərək tələbələrin hazırladıkları əl işləri ilə yaxından tanış olub, onların yaradıcılıq bacarıqlarını yüksək qiymətləndiriblər. Tədbir zamanı iştirakçılara çiyələkdən hazırlanan fiqurların və dekorativ nümunələrin hazırlanma prosesi barədə ətraflı məlumat verilib. Çıxış edənlər peşə təhsilinin inkişaf etdirilməsinin, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasının və onların müxtəlif peşələrə marağının artırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür tədbirlər tələbələrin bacarıqlarının nümayiş etdirilməsi ilə yanaşı, onların gələcək peşə seçimində də mühüm rol oynayır. Şənlik daha sonra konsert proqramı ilə davam edib. Respublikanın əməkdar artisti Yusif Mustafayevin ifasında musiqilər səsləndirilib, rəqs nümunələri təqdim olunub və iştirakçılara xoş anlar yaşadılıb. Sonda qonaqlar sərgilənən əl işlərini maraqla izləyərək tələbələrlə xatirə şəkilləri çəkdilər.